Salam dostlar. Gününüz uğurlu olsun. Hazırda Kür çayının aşağı axınında Salyan şəhərindən keçən hissəsində növbəti müşahidələrimizi aparırıq. Məlumat üçün sizə bildirirəm ki, Kürdə suyun səviyyəsi artmaqda davam edir. Amma əslində heç bir təhlükə də törətmir Kürün səviyyəsinin yuxarı olması. Əksinə, əkin, biçin suyu üçün deyərdi ki, həm də faydalıdır. Salam dostlar, sabahınız xeyirli uğurlu olsun. Kür çayının səviyyəsi artıq 7-ci gündür ki, sabit amma yüksək olaraq qalmaqdadır. Yəni bir daha qeyd edirəm ki, Kürdə suyun səviyyəsi yüksək olsa da nə artmır, nə də azalmır. Bu isə onunla izah oluna bilər ki, Kür çayındakı suyun səviyyəsi su anbarlarından tənzimlənir. Dostlarımızın hatırlattığı kimi Kür çayı yeganə rayondur ki, bu qədər sevilir, bu qədər vəsf olunur. Yani 18 rayonuna geçen Kür çayı Salyanda 7 kilometrelik mesafede kemer kimi şehrin beline dolanır. Belki ona göredir ki, insanlar Kür çayına bile bağlıdırlar. Bizə deyərlər, onunla nəfəs alırlar. Sizə maraqlı bir hadisəni fürsətdən istifadə edib vaxtı olanlar dinləyər. Bildirmək istəyirəm. Kürün başına gətirmək istəyən oyun barədə sizə söyləyəm.